Baxın, örnək götürən. Ev tapşırıqlarını niyə çəkib gətirmirsiniz? Baxın. Nigar çəkib. Aferin Nigar'a. Ne yapayım? Aferin. Bunun tonlaması var idi, hə? Kölgələri. Biraz var idi. Biraz daha tonlama elə. Yaxşı. Aferin. Hölüyü də qəşəngdir. Görürsünüz. Hörüm ben evde. Döyüm indi mən sizi. Bunu evdə çəkib gətirmirsiniz. Amma növbəti dəfə çəkəndə böyük vərəqlərə ev tapşırığını çəkmə. Yaxşı. A4 kağızın var. A4-də çək. Niyə? Çünki biz bu vərəqlərdə daha gözəl şəkillər çəkəcəyik. Boya ilə, karandaşla. Yaxşımı? Ev tapşırıqlarını ancaq A4-də çəkin. Balaca rəsm albomu da olar, A4 da olar. Mədinə. Meme bunun biraz orası geç oldu. Maşa. Geçeydi ama. Maşadır bu. Ya maşa. Bunu dərsdə çəkmişdi. Bunu dərsdə çəkmişdi. Və bunu heç bir yerə baxmadan çəkmişdi. Öz xəyal dünyasında Maşanı canlandıraraq. Buyur İnci, özünü həlak etdin. Aferin sənə. Amma dediyimi yadında saxla. Növbəti dəfə balaca bir rəsm albomunda da çəkə bilərsən, A4-də də çəkə bilərsən. Bu vərəqlər bizə lazımdır. Yaxşı? Aferin sənə. Mən də gördüm. Gəlin alqışlayaq Nigar'ın. Evdə qəşəng çəkdiyinə görə. Təbrik edirəm. Hadi Batu vurama Uğurlarım bol olsun. Gəl izləyicilərimiz də sənə görsün. Ev tapşırıqlarını qəşəng yerinə yetirən tələbəm Nigar. Növbəti dəfə sizə alqışlayacağım. Yaxşımı? Ben gelin nefes çekip getireceğim. Görərik. Görərik, çəkib gətirəsən yoxsa yox? Ben görərsiniz. Orada var, get götür. Yok evde. Meme dersimizi Evdə başlayalım. yoxdur, bir dənə balaca, bax, belə bir rəsm albomu alırsınız. Var ya Müvafiq qiymətə satılır. Aldınız, mənim verdiyim ev tapşırıqlarını bunda çəkirsiniz. Amma, ver bura. Amma ev tapşırığı yarışması eləyirəm mən. Düzdür? Ben eləyəyim hocam. Yadınızdadır. Ev tapşırığı yarışması eləyəndə Ben orada oraya böyük bir vərəqdə çəkmək olar. Yaxşımı? Ben Sözünü daha- dinləməyənin Piu piu piu. Aa ben artistik çıkıyor. Benim de. nəysə dərsimizə keçək. Meme